Bir dəqiqənizi ayırın keçməyin, şəhidimiz haqqında sizə məlumat verim. Şəkildə gördüyünüz qəhrəmanımız Xəlilov Yusif Məmmədrəzaoğludur. O 1993-cü il aprel ayının 30-u Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur və vətənə bağlı olan şəhid qardaşımız 18 il Azərbaycana şərəflə xidmət etmişdir. Və şəhidimiz 2016-cı ildə aprel döyüşlərində iştirak etmiş, Lələtəpənin alınmasında qəhrəmanlıq göstərən igidlərimizdən biridir. Və orada da həmin döyüşlər zamanı yaralanmış, buna baxmayaraq da hərbidə qalaraq maxi kimi fəaliyyətini davam etdirir. Qeyd edeyim ki, şəhid Yusif Xəlilov bir günlük antiterror hadisələrində, tədbirləri zamanı şəhid olan və kimliyi sonradan bəlli olan 6 hərbiçimizdən biri idi. Ailəli idi və 2 qız övladı var idi. Şəhadətə ucalmışdır 2023-cü il sentyabr ayının 20-si. Allah rəhmət eləsin, Allah ailəsinə səbr versin, Allah bir də bu Azərbaycanımıza şəhid xəbəri eşitməyi, görməyi nəsib etməsin. Amin.